Salam dostlar, kanalıma hoş gəlmisiniz. Narimanovdayam və Narimanovda bura Ağa Nematullah küçəsidir, 45 nömrəli məktəbdir. Sizə istəyirəm, burada bir mağaza var, bioprodukt mağazadır. Orada rəfiqəm göstərib mənə oranı və icazə versələr çəkilişə, orada istəyirəm sizə çəkiliş edib göstərim. Bu sırayla gedirik. Baxın, bu küçə ilə düz gedirəm. Burada Sevimli Dad var. Azersel var. İleride Bravo var. Ve o Bravo'nun yanında gördüğünüz düz Bravo'nun yanında bu magazinde Fresh Life Bio Store. İcazə versələr çəkməyin, sizə çəkib göstərəcəm. Azersel ve Sevimli Dadla üzbəyüz. Hiç vaxt işlətməmişəm bu steviyanı, bilmirəm. Hətta sгущенное молоко. Bunu hər bir kofeyə də atmaq olur. Məhz kofe üçün də, yoxsa çaya da əlavə? Çünki anis falan burada var. Çayda da yaxşı olar o. Ümumiyyətlə bunu əldə edən hanımlar onu hətta pirog, печенье pişirəndə içədə, Да, поэтому я подумала, что, наверное, это в чай тоже будет хорошо. То есть, если вам нравится пряный вкус, то Да, мне нравится. Здесь анис я увидела, поэтому очень в чай я люблю. Просто немножко как бы это все полезно, я понимаю, немножко дороговато, да, штучно. Это же одну штучку не купишь, это ты должен постоянно этим питаться уже, если ты это покупаешь. Ну, надо полностью от сладкого отказаться и только иногда себя вот этим баловать. Моя подруга меня привела сюда тот день, она вот так уже делает. Потом сколько денег уходит на врачей, на лекарства. Да, поэтому когда надо полностью отказаться от сладкого и просто иногда себя вот баловать. Если, конечно, каждый день покупать, то да. Arpa unu, daş dəyirman 9 manat. Kaşalar da var, səhər yeməkləri. Psilium. Bu batonçiklar çox dadlıdır. Mən podrugam məni o günləri qonaq elədi. Çox qəşəngdilər. Bu Dubai şokoladı kimi. 5
Печенье, суфле, дубайские. А, я что-то видела тот день. Вот это, кажется, вот да, Дубай написано, да. Печенье, рядом печенье суфле есть? Суфле вот это. Да. И батончик еще левее. Да, да, видела. Вот правее, то есть, Да, да, вот эти я И сняла. шоколадки тоже есть, просто шоколад. Вот крайне. Вот эти, да, ага. Это плитка. Плитка. Kimisteyir Dubai şokoladı. Buyurun. Вот bunlardan bu çok tatlıdır, yedim çok. И bir olur ki diyette olanda бывает невкусное, а они очень вкусные. И они сладкие, нормальные, не знаю, уже дай. Нет ощущения, что что-то диетическое. Нет, абсолютно. Она даже мне тот день предложила мороженое купить. Я один раз покупала мороженое диетическое, ужасно. Я прям выбросила, да, и рядом. А она говорит, что я брала хорошее. Да, просто. Как-нибудь надо будет popробовать. Да. Bak böyle soklar da var. Onları da göstereyim size. Şireler. Sakızlar da var. Hatta bakın. 2 manat 60 qəpik. Bunlar ise 5 manat. Bunlar şire değil. Şire bu vardı. 9 manat. Uşaqlar üçün bez glutena. Belə şokoladlar da çox tatlıdır. Balacası 12 manat. 9 manat 20 qəpikdir deyəsən. Adı da Fresh Life. Ünvanı sizə göstərdim. Dondurmalara da baxaq. Bu dondurmalardır. Bu dəfə bunu alıram özüm üçün sınamağa. Burada baxın ayrı-ayrı da var. Burada mən smesi aldım qarışıq. Burada isə görürsünüz sarı kök ayrıdır. Bunlar. А это что? Это протеиновые коктейли. Они есть в большом объеме. Коктейльчики. 900 грамм, 450 грамм порционные. Понятно. Satıcı xanım çox yaxşı məlumatlar verdi. Hər şey yəni başa saldı, danışdı. Və dedi ki, bizim produksiyamızı siz böyük hipermarketlərdə rast gələ bilərsiniz, amma qiymət fərqlənəcək. Oradan daha baha olacaq. Buna görə baxın, hər sizə nəsə lazımdırsa, yəqin ki, şəhərdə bir neçə yerdə ola bilsin var bunların dükanı. Mən Narimanlı filialını sizə göstərdim. Sağ olun dostlar. Yenə görüşərik.